Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu səlam alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə bəd. Risalələrin Baxsası kitabında 19-cu bölümü davam edir. Müəllif Rahmanlı burada birinci hədisi zikr edir. Yəni bölümün adı Mən sənnə sünnətən həsənətən əv seyyiətən. Kim yaxşı bir sünnə qoyarsa da, edərsə də və yaxud da ki pis bir sünnə. Bölümün adı belədir. Burada iki ayə götürmüşdük keçən dərsdə biz və birinci hədisi oxuyuruq. Əbi Amir Cərir ibn Abdullah radiyallahu anhudan gələn hədisdə deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem'in yanındaydıq deyir, səhər vaxtı idi, səhərin əvvəli idi, Peyğəmbər sallallahu yanındaydıq. Və bir qövüm gəldi, onlar kasıb bir formada gəlmişdilər. Oratun muctəbin nimər, əvul əbə, yəni şeydən, yundan bir şeylər idi, onlar boynundan dolamışlar, əyinlərini, övrətlərini örtürdülər ondan, yəni bundan geyinmişdilər, başlarından salmışlar ki, bu formada, bağlıq formada övrətləri örtülü olsun. Və çoxunda da, hamısında qılınc oynadanlar idi, hamısı mücahidlərdir, belə deyək. Hamısı çoxu qılınc oynadanlar idilər və Mudar qəbiləsindən idi, Qureyşin şərəfli qəbilələrindən, Mudardan idi deyək. Və Peyğəmbər s.ə.v-in üzünün rəngi dəyişir, onları görəndə, bu vəziyyətdə görəndə və evə girir, sonra çıxır. Və Bilala əmr edir ki, azan versin. Azan verir, iqamə verir, namaz qılır, sonra xütbə verir. Deyir ki, ey insanlar, sizi yaradan, bir nəfsdən yaradan Rəbbinizdən qorxun. Hansı ki, sizi bir nəfsdən yaradıbdır. Və o yerə kimi ki, oxuyur o ayəni, deyir, İnna Allah kən aleykum raqibə. Həqiqətən Allah sizə nəzarət edir. Başqa ayədə isə Həşr surəsinin axırındadır ki, ey insanlar, ey iman gətirənlər, Allahdan qorxun. Qoy nəfs baxsın ki, sabah üçün nəyi təqdim edir. Təsaddaqa rəculun min dinarihi, min dirhəmihi, min thawbihi, min sa'i burrihi, min sa'i tamrihi. Hətta qal, vələv bişəqqi tamratin. Peyğəmbər s.ə.v deyir ki, bir kişi bir dinarından sədəqə verir, dirhamından sədəqə verir, paltarından sədəqə verir, buğdasından bir sağ sədəqə verir. Sağ 2 kilo, məsəl üçün də 4 oğuc. Xurmadan onun kimi sədəqə verir. Hətta deyir ki, xurmanın yarısı qədəri. Elə o bir şiqqə tamır, yəni xurmanın yarısı qədər sədəqə verir. Fəcə rəculun minəl ənsar, ansarlardan bir kişi gedir, əlini doldurur, gümüş gətirir, əli dolu dirhamda gümüş gətirir. Hətta gətirəndə belə çətinlik çəkir onu. Və insanlar ona tabi olurlar. Baxırlar ki, bu gətirdi, bu sədəqə verir. Və insanlar neynirlər? Ona tabi olurlar. Hətta yeməkdən, paltardan çoxlu belə 2 dənə koma yaranır. 2 dənə belə koma yaranır. Deyək, gördüm ki, Əbi Amr deyir ki, Cərir ibn Abdullah yəni. Peyğəmbər Allahın Rəsulü sallallahu əleyhi və səlləm üzünü gördüm ki, üzü gülümsədi, üzü parladı. Və dedi ki, Allahın Rəsulü sallallahu əleyhi və səlləm dedi ki, kim İslamda yaxşı bir sünnə edərsə də, o sünnənin savabı var o kəsə, əcri vardır. Və kim onu edərsə də, ona da əcr var. Yəni ondan sonra kim onu edərsə də ona da əcr var. Onu edən kəsin əcri ona var. Daha doğrusu, yəni ki, sən bir yaxşılıq elədin, o yaxşılığa kimsə tabi oldu sənə baxaraq və onu edən insanın etdiyi o savabdan da sənə gəlir min qeyri ən yanqusa min ucurihim şey. Həmin kəslərin savabından azalmamaq şərti ilə. Heç nə azalmır. Kim İslamda pis bir şey sünnə edərsə, yol qoyarsa da, həmin o yolun günahı o kəsin üzərinədir. Və kim də o pisliyi edərsə də, onun günahı da o kəsə gedir. O edənlərin günahından azalmamaq şərti ilə. Hədisi Müslim rəvayət eləmişdi. İbn Seymur rəhməhullah şərh edəndə hədisi deyir ki, bu bölümdə bu hədisi gətirmişdi müəllif rəhməhullah. Kim İslamda yaxşı bir sünnə qoyarsa da, o sünnənin əcri, savabı vardı ona.
Kim də o sünniyə əməl edərsə də, o əməl edənin də əcri o kəs üçün vardır. Cərir ibn Abdullah deyir ki, bu deyir böyük əzəmətli bir hədisdir ki, deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm da bu burada bəyan edir ki, Peyğəmbər sallallahu ümmətinə çox şəfqətli olubdur, çox həris olubdur. Peyğəmbər sallallahu hərisliyi və şəfqəti olubdur ümmətinə. O həmin Cərir deyir ki, radiyallahu anhu, onlar Peyğəmbər sallallahu əleyhi və səlləmdən səhərin əvvəli, yəni bir yerdə idilər. Bir qövm gəlir, çoxu mudardan idi və ya da hamısı. Bunlar əyinlərində yundan bir övrətlərini örtmək üçün bir şey var idi. O vaxt yunu necə eləyərdilər? Belə sərərdilər bu formada. Bilirsiniz də kənd yerlərində yaşayanlar onu bilirlər. O sanki paltar kimidir. Onu boyunlarına bağlayırlar ki, övrət yerləri nədir? Örtülü olsun. Çoxu da deyir, qılınc oynadanlar idilər. Yəni insanlar, bax yine, bunların paltarı yox əyinlərində. Övrətlərini yalnız örtmək üçün bir şey giyiniblər. Lakin öz boyunlarından salıqlar. Lakin onlarla qılıncları vardı və gəliblər ki, onlara baxsınlar ki, nə əmr olunacaq cihaddan, yəni cihada çıxsınlar. Subhanallah. Və Allahın Resulü sallallahu əleyhi və səlləmin üzü rəngi dəyişir. Yəni onlar o vəziyyətdə görəndə, kasıb vəziyyətdə görəndə, onlar da Mudardan idi. Mudarda ərəb qəbilələrinin ən şərəfliləri də bilirsiniz. Amma o dərəcəyə çatmışlar ki, onların özlərinin ehtiyacı var idi. Çətin bir vəziyyətdə idilər. Peyğəmbər sallallahu əleyhi və səlləm evə daxil olur, sonra çıxır, Bilala əmr edir ki, əzan versin. Sonra namaz qılır, sonra insanlara xutbə verir. Allah'a həmd edir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin adətindən idi bu. Sonra o Nisa surəsində birinci ayəni oxuyur. Xutbədə həmişə Peyğəmbər sallallahu əleyhi və səlləm onu oxuyardı. Ya yuhənnəs, ey insanlar, sizi bir nəfsdən yaradan Rəbbinizdən qorxun. Və ondan da zövcəsini və onlardan da çoxlu kişi və qadınlar yaradan. Allah'tan qorxun, hansı ki, onun adıyla birinizdən nələr istəyirsiniz, qohulma əlaqələrini birləşdirmək. Rəbbinizdən qorxun, Allah Teala sizin üzərinizdə nədir? Nəzarətçidir. Başqa ayədə Allah Teala deyir ki, ey iman gətirənlər, Allah'tan qorxun, qoy nəfs sabah üçün nəyi təqdim edəcəksə ona baxsın. Allah'tan qorxun, Allah Teala sizin etdiklərinizdən xəbərdardır. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm sədəqəyə həvəsləndirir və deyir ki, bir kişi dinarından sədəqə verir, dirhamından sədəqə verir, paltarından sədəqə verir, öz buğdasından, arpasından sədəqə verir, xurmasından sədəqə verir. Sonra deyir ki, hətta deyir ki, xurmanın yarısı qədər belə. Yəni o dərəcədə, yəni var xurmanın yarısı onu da verir, yəni sədəqəsini verir. Və sahabələr də insanların xeyrə ən həris olanları idi ki, xeyrə ən tələsənləri idi ki, və şiddətli yarışanları idi də xeyr üzərində radiyallahu anhum. Onlar evlərinə gedirlər və sədəqələr gətirirlər. Bir kişi o əlinin içindən çoxlu bir evindən gümüş gətirir və Peyğəmbər sallallahu əleyhi və səlləmin qarşısına qoyur. Sonra bunu Gəlir deyir ki, hədisi rəvayət edən deyir ki, o dərəcədə qəlb insanlar ona tabi artır ki, deyir, paltar, yemək, bundan başqa olan şeylər də məsciddə kişilərə belə koma belə yaranır. Hamı gətirir daha, kimdə nə varsa gətirir. Və Allahın Resulü sallallahu əleyhi və səlləmin üzü burada nə edir? Xoş olur, gülür. Yəni o şeyi görəndə sevincindən üzü parıldayır sallallahu əleyhi və səlləmin. Yəni bunlar bu xeyrə necə yarışıblar? Bu kasıbların ehtiyaclarını ödəyiblər. Onlar gəlmişdilər, kasıb idilər. Sonra deyir ki, kim İslamda bir yaxşı bir sünnə qoyarsa da o sünnənin əcri var, onun üçün savabı vardır. Kim də onu edərsə də o kəsdən sonra edən kəsin də savabından azalmamaqla o kəsə o savab vardır. Kim də İslamda bir pis sünnə yol qoyarsa da onun günahı, o yolun günahı o kəsədir və kim də ona əməl edərsə o yola, ondan sonra o kəslərin günahından azalmamaqla həmin kəsə günah gedir. Buradakı sünnə dedikdə, İslamda kim bir yaxşı sünnə qoyarsa, yəni olan bir əməli, sünnədə olan bir əməli o başlayarsa da, o edərsə mənasındadır. Yəni bunun əsli vardır. Yəni
Sadəcə əməl olunmur, tərk olunubdur. Sən onu edirsən, o ərazidə yaşadığın yerdə. Sanki İslamda yeni bir yol üstündə qoymuş olursan. Yəni burada qəsd hər hansı bir yenilik özündən gətirmək deyil. Çünki İslamda hər hansı bir yenilik gətirmək, orada olmayan bir şey gətirmək bu yaxşı bir şey deyil, rədd olunan bir şeydir. Lakin buradakı qəsd kim ki bu yol qoyarsa da İslamda olan bir şeyə əməl edərsə də yəni. Bu kişi də gedir sədəqə gətirir. Və insanlar da eynirlər, buna tabi olurlar. Bu yaxşı bir əməllərdir. Peyğəmbər s.ə.v hədisi dedi, birinci əməl bu elədi və buna da insanlar tabi oldular. İstər səvən bədara iləyhə əv əhyəhə bədə ən umitət. İstər birinci hədisi eşidən kim onu əməl edən olsun, istər isə o sünnə öldükdən sonra onu diriltməsi olsun, fərq eləmir. Çünki də İslamda deyir, yol üç qismdir. Yəni birinci pis yoldur, şu bidətlərdir. Qəsd üç yol dedikdə, yəni ki, İslamda burada birinci o hansı ki, o pis, İslama nisbət edirlər, o pis yoldur ki, bidətdir, İslamda olmayan bir şeydir. Hətta insanlar onu gözəlləşdirsələr belə. Gözəlləşdirsələr belə, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər bidət azanlıqdır, yəni. İkincisi isə yaxşıdır, bu da iki növdür. Birinci növü odur ki, şəriətdə həmin o sünnə icazəli bir şəriət qoyduğu bir yoldur. Sadəcə insanlar onu tərk ediblər, sonra kimsə onu yeniləyir. Yəni, əməl edir təzyindən ona. Məsəl üçün, Ramazanda bir imamın arxasında namaz qılmaq. Peyğəmbər sallallahu aleyhi ve sellem işin əvvəlində özü bunu ümməti üçün eləmişdir. Ramazanda əvvəlində bir neçə gün onlara təravih namazı cəmaət şəklində qıldırır. Sonra qıldırmır, qorxur ki, birdən ümməti üçün fərz olunlar. Onlara olan şəfqətinə görə idi ki, ona görə bunu Peyğəmbər sallallahu aleyhi ve sellem cəmaatla qılınan bu namazı tərk edir. Ta ki tərk olunur, hətta Əbu Bəkir radiyallahu anh xəlifəliyi vaxtında da o tərk olunur. Amma Ömərin vaxtında, radiyallahu anh vaxtında bu insanları bir imamın arxasında cəm olmağa deyir, səbəb olur və bu əməli edir. Bu artıq İslamda yeni bir, gözəl bir sünnə, yol qoymuş olur. Yəni, bu əməlin əsli var idi. Yəni, sadəcə tərk olmuş sünnəni təzədən dirildir. İkinci növdə odur ki, yaxşı sünnələr vardır ki, yaxşı yəni yollar vardır ki, insan o yaxşı yollara tələsir. Necə ki, bu kişi sədəqə verdi və başqalar da ona tabi oldu. Bu yolda getdilər və o əməli etdi. Etdiyi o əmələ tabi oldu, müvəffəq oldular. Burada hasil olan odur ki, kim İslamda yaxşı bir yol qoyarsa da, yaxşı bir sünnə qoyarsa da, bu mənasını başa düşdünüz, siz nə deməkdir bu? Yaxşı yol, sünnə yalnız şəriətin gətirdiyidir. Və o kəsə səbir var, savab vardır, əcr vardır və kim də ona o kəsdən sonra tabi olursa da, o kəsin savabından azalmamaqla o sünnəni qoyan kəsə savab gəlir. Yəni bu hədis وَقَدْ أَخَذَ هَذَا الْحَدِيثَ أُولَٰئِكَ الْقَوْمُ الَّذِينَ يَبْتَدِعُونَ فِي دِينِ اللّٰهِ مَا لَيْسَ مِنْهُ. Yəni o kəslər ki, Allahın dinində olmayan bir şeyi edib, yeniliklər edən kəslər ki var, qövmlər var, bu hədis onları götürübdür. Onlar görsən ki, özlərindən zikirlər çıxardırlar, sonra onlar özlərindən Allah falan nazil eləmədiyi bir şey olaraq salavatlar, namazlar çıxardırlar. Sonra deyirlər ki, bu yaxşı sünnədir. Biz deyirik ki, xeyr, hər bidət azanlıqdır. Bunlar hamısı pistir. Yəni, bu bidətlər heç vaxt yaxşı ola bilməz. Lakin bu hədisdə olan qəsd, bir insan o sünniyə tələsməsi və ona yarışması və tələsməsidir. Necə ki, bu hədisdə zahirdə səbəb bilinir, yəni. Və yaxud da ki, öldükdən sonra bu sünnəni diriltməkdən söhbət gedir. Yəni, o kəsə savab vardır və kim də ona edərsə də o kəsin savabından da azalmamaq şərti ilə o kəsə gedir. Fi hədəl hədis, bu hədisdə ölmüş sünnələrə əməl eləməyə həvəsləndirmə vardır. Tərk olunmuş, icrət olunmuş, ölmüş sünnələr vardır ki, insanlar onu tərk edirlər də, həvəsləndirmə vardır. Ki, kim bunu edərsə, dirildərsə də o kəsə əcr, savab vardır və kim də o kəsə tabi olarsa da bu sünnələrdə nədir? O kəsə savabı gedir. Bunların savabından azalmamaq şərti ilə.
Və həmçinin burada pis yollardan, pis sünnələrdən çəkindirmə və pis sünnələr, yəni yollardan çəkindirmə vardır ki, kim bir pis yol qoyarsa da o yolun pis günahı o kəsədir, qoyan kəsədir və kim də ona əməl edərsə də qiyamətə kimi onun günahı o kəsə gedir. Hətta baxmayaraq ki, əvvəldə az bir Hasan da olub, heç kim olmayıb, özü olub, bir neçə nəfər olursa, amma getdikcə, ona tabi olanlar çoxaldıqca məsələ genişlənir. Bu halda isə genişləndikcə də günahı da o şəxsin çoxalır. Mislu ləv ən əhədən minən-nəsi rəxxəsə li əhədin fi şeyin minəl-mubah əlləzi yəkunu zəriyyətən vadihətən ilə muharram və qaribən. Məsəl üçün, bir nəfər insanlardan birinə mübah bir şeyi icazə verir. Deyir ki, mübahdır. Amma həmin o mübah olan şeyi aparır, haram olan bir şeyə çıxardır. Bu halda bu iş genişləndikcə onun fətvasına görə insanlar bunu nədir? Başlayırlar əməl etmədə genişlənir. O kəsə günah yazılır. Düz qiyamətə kimi. Sən bilirsən ki, bu fətvanı versən, bu mübah olsa belə, amma aparıb hara çıxaracaqdır? Harama çıxaracaq. Bunu bildiyin halda, bu halda fətvanı versən və insanlar da getdikcə tabi olsa, qiyamətə kimi o günah nədir? Sənə gələcəkdir. Nəam. Ləv kənə şeyi mübahan və lə yuxşə minhu. Yəni, mübah olan bir şeycə qorxulmur. İcazəli bir şeydir. Mübah nə savab var, nə günah vardır. Amma harama aparan bir şeydirsə də bu halda nədir? Qorxulur. Fələbəsəl insan ən yubeyyinəhu linnəs. Yəni, icazəlidir ki, yəni heç nə olmaz, sən insanlara bunu bəyan edəsən. Kəmə ləv kənən nəsu yazınnuna ənə hədə şey muharram. Necə ki, insanlar ilə başa düşürlər ki, bu şey haramdır. Amma sən bəyan edirsən, və yaxud da haram deyil. Bəyan elə gəlin. İnsanlara bəyan elə ki, qəsdin burada sənin haqqı bəyan eləmək olsun. Vələkin yuxşə aqibətuhu fəhədə ləbəsə bih. Yəni, lakin onun aqibətindən ki, qorxulacaqdır. Bu halda, yəni, problem yoxsa onu bəyan edəsən, bildirəsən. Əmmə şeyun tuxşə aqibətuhu. Amma sonluğu qorxulan bir şey vardısa da, sən bir fətvanı verəndə bilsən ki, bu hara aparıb çıxara bilər. Qorxulan bir şey vardısa da, və sən bu fətvanı bu halda da verirsənsə də günah daşıyırsan buna görə. Günahı o daşıyırsan verdiyin fətvəyə görə və kim də ona əməl eləsə, onun günahı da özündən azalmamaq şərti ilə sənə də gələcəkdir. Gələn səfər inşallah ikinci hədisi götürərik. Allah təala istəyir ki, bizlərə istifadə edenlərdən eləsin.